Salam dostlar, hoş gördük her birinizi. Ayvazoğlu TV efirde sizinle ben Şahid Reyhan Malum. Düzünü diyeyim ki dostlar, fikirleşirəm her defa her gün, inanın bana, her gün bu efirde, yani efir vaxtına biraz kalmış fikirleşirəm. Niye çıxım? Niye danışım? İlhamın şerefsizliğini subut edilmek için her gün çıxıb danışmak mı lazım? Biz onsuz da bilirik ki bu aile bu Azərbaycan xalqının qənimidir. Yəni Azərbaycan xalqını talayıb varını, dövlətini ona buna satan şərəfsizlər də hakimiyyətdə qalmaq üçün. Bax, gəlin sizə elementar bir şey deyim. Bugün məsələn deyək ki İranda qırğın gedir. Məsələn deyək ki Şahın nəvələri filanlar da hakimiyyətə gəlmə imkanları olan, məsələn biri Amerikadan, biri onunla, biri bu onunla, hərəsi bir yolla bax hakimiyyətə gəlmək istəyir. Bilirsiniz nə üçün? Özlərinin, bu şərəfsizlərin ona görə yox ki, gəlib xalqı qaldırmaq falan yox. Yəni, kimə istəyirsən satsın xalqı, sadəcə olaraq bunu qoysunlar, o kürsüdə əyləşsin və öz keyfində damağında olsun. Yəni, əsas məqsəd budur. Və biz də, baxın, nə qədər biz bunu anlamamışıq, inanın mənə. Məsələn, indi bax, bir qız var, gözəl bir xanımdır, məsələn, indi mən onu montaj edib hazırlamışam, göstərəcəm sizə. Məsələn, adicə qiymətlərin qalmağı ilə bağlı danışır. Məsələn, deyək ki, deyir, nədir ki, qiymətləri Tarif Şurası qaldırır, İlham Əliyevin xəbəri yoxdur bundan. Yəni bunu o qədər, inanın mənə, bunu o qədər səmimi deyir, o qədər, indi bilirsiniz dostlar, yəni bunlar hamısı ortada olan şeylərdir. Biz sadəcə olaraq sizinlə bir yerdə vaxt itiririk dostlar. Yəni biz, necə deyərlər, günümüzü keçirdik, özümüzə təsəlli vermək üçün gündə efirə yığışıb, ay o bunu dedi, bu onu dedi, filan kəs, yəni hamısı ancaq onunla bağlıdır ki, bizim əlimizdən işinə gəlmir. Ona görə yox ki, biz fərsizik, yox. Ona görə ki, bizi bu şərəfsizlər elə parçalayıb, bir-birimizə qarşı elə qoyublar ki, biz bu gün hakimiyyəti qoyub özümüzə qarşı döyüşürük. Məsələ budur. Gəlin indi o gözəl qızımızın çıxışına qulaq asaq dostlar. Millət, yəni Tarif Şurasına kim verir bu əmri? Xəbəri yoxdur prezidentin. Nə demək istəyirlər? Çörəyi qaldırdılar, yol pulunu qaldırdılar. Yəni bundan artıq nə etmək istəyirlər? Desinlər elə gedin ölün də. Zəhər versinlər, öldürsünlər də cəmaatı. Viruslu yayıblar, onsuz da millət qırılır. Allah bilir hansı ölkələrdə nə banklar açıb, nə yatırımlar eləyiblər. Deyir ki, toxun azdan heç vaxt xəbər olmaz. Onlar görə gəliblər. Ona görə də bu millətin heç bir halından yanası deyirlər. Onların xəbəri yoxdur ki, nə qədər milləti qırılır, nə qədər milləti acısızdır bu dəqiqə. Heç birinin xəbəri yoxdur. Korona verdilər, hamını evə tıxdılar. Amma da xəbərləri yox idi ki, evdə kimlər acı idi. Fikirləşmirlər, fikirləşməyəcəklər də. Yəni, ən pisi də ki, odur ki, bizim millət sakit durub oturub. Bunu Almaniyada eləyərdilər. Onda görərdilər, necədir, nədir. Gənclər yığışıb yəqin aksiya keçirsə, yaxşı olar məncə. Əlbəttə ki, qatılacaq. Bəlkə də mən özüm... Eşitdiniz dostlar. Yəni, bugün bizim məhz, inanın mənə, bizim ən çatışmayan, yəni bu mübarizədə, bu şeydə, yəni bizim fərsizliyimizin ən birinci cəhəti məhz həmin o gənclərin bugün, o gənclərin meydanda, o gənclərin ortada olunmasıdır. Baxın, inqilablara, filanlara, ölkələrdəki dəyişikliklər falan, hamısında, məsələn, deyək ki, proletariatla, yəni fəhlələrlə tələbələrin roludur. İlham Əliyevdə məhz, baxın, bir dənə iş yeri, bir dənə zavod, bir dənə fabrik işləmir, açmır. Bilirsiniz niyə? Bilir ki, orada insanlar daha möhkəm, daha sıx bir-biri ilə birləşə bilirlər. Yəni, dərdləri, sərləri bir olur, qazançları bir olur, hər birinin çatışmayanda o birisindən alır. Yəni bunlar bir-birinin içində bərkiyirlər. Və ona görə də İlham Əliyev məhz zavod, fabrik açmır ki, insanlar gəlib orada yenidən birləşməsinlər. Və tələbələr,
Tələbələri də ki, Allaha şükür hamımız bilirik ki, bu saat gözünü açan imkanı olan tələbələr ancaq ölkədən başqa ölkə getmək, hardasa qaçmaq, hardasa yaşamaq, özünə yaşayış qurmaq arzusuyla çırpınır. Ona görə ki, biz öz ölkəmizə dostlar sahib çıxa bilmirik.